Ənfal surəsində Allah Subhanahu va Taala buyurur ki, kafirlər mallarını insanları Allahın yolundan azdırmaq üçün xərcləyərlər. Yəni onlar bu gün pullarını əxlaqı çökdürən, iffəti, abır-həyanı unutduran böyük büdcəli seriallara, reklamlara xərcləyirlər. Bu zəhər sadəcə səni və uşaqlarını zəhərləmir. Eləcə də o uşaqlardan gələcək nəsli də abır-həyadan, iffətdən, əxlaqdan uzaqlaşdırır. Və beləliklə də bütün nəsil zəhərlənmiş olur. Bu bir savaşdır. Mərmi ilə deyil, seriallarla edilən savaş. Mərmi insanın bədənini öldürər. Ancaq bu seriallar və verilişlər insanın canından da dəyərli olan namus hissini, əxlaq və iffət hissini öldürür. Çünki bugün izlədiyin bir serial səhnəsi sabah sənin həyatına çevrilə bilər. Qızının həyatı izlədiyin o serial səhnələrinə çevrilə bilər. Sevgi, məhəbbət kimi süslü-püslü sözlərlə pozğunçuluğu təbliğ edirlər. Ərini sevmədiyi üçün başqa kişiyə qaçan qadın və yaxud da uşağının hansı kişidən olduğuna əmin olmayan, DNA testi ilə bilən qadın. Bütün bu pozğunçuluğun adı serial vasitəsilə olub müasirlik və məhəbbət.